Bajime güldanları var. Bir de 5-6 tane başka firmaların güldanları var. Bunların qiymətləri hardasa. Bunlar kimindir? Neçədir güldanların qiyməti? 15 min. Bax o zərri olan neçədir? O 20 manat. 20 man. Bu şəffaf? O da 15 manat. O da 15 man. 10 manat. Hər qiyməti var. Ha, burada hər qiyməti var. 15 manat, 10 manat, 20 manat. Sonra orada ağ olanlar var. Ədədlə nimçələr də var orada. Gəlib əldə edə bilərsiniz. Bunlar xrustaldır yoxsa sadə? Annesi mi? Kristal da var, sarı. Ha, burada xrustal da var, sadası da. Bunlar da Sabunçu bazarından əldə edə bilərsiniz, altı bazar. Ha, bunlar alışı ilə də məşğuldur. Varsa siz də gətirib sata da bilərsiniz birilərə. Bu belə aş qazanları var. Neçədir bu? Ha. 55. Balacası 25. Bu nəzid, ha bu nəzid. Bu neçədir bəs? Bu da 25. Gəlin inşallah bunları da Sabunçu bazarından əldə edə bilərsiniz. 6 bazar işdir bazar. Bəs bu o da 25. Belə şey bu qalondur biraz. Tunçdur, latundur. Bu tunçdur yoxsa latundur? Tunç qazandı. Bu neçədir? Tökmə qazandı bu. Neçəyə dedi? Balacası 10 manat. 10 manat o yaxşıdır da. 10 manat. Bəs bu 35'e. 35'edir bu təzədir. Yeşil qazandı. Yeşil qazandı o təzədir. Gəlin bunu əldə edə bilərsiniz. Ha, burada çox şey var. Bir də vediralar var, qazanlar var. Sonra belə ləyənlər var. Ha, var bir də çox şeylər var. Sonra belə bagimələr var. Bagimələr var. Bunlar da 6 bazar gəlib əldə edə bilərsiniz belə. Bir de samovar var. Bir de bu belançı su qabı var. Neçədir bunlar bibi? Samovar neçədir? 200 manat samovar. Böyle lampalar var, köhnə lampalar. Lampa 200 manata samovardır. Bu neçədir bəs? 80? 12 manat. 80 nədir? Ya 12 manata deyir. Böyle qazan da var burada. Kimindir bu? Bu kimindir bu qazan? Bunda da böyle su baçıklar var. Ama toklandı bu samovar. Neylendir bu? Yok. Ne diyorsun? Odunla. Odunlandır. Vaxtilə tokla olur. İndi odunlandır bu. Ha, vaxtilə tokla olur. İndi bunu oduna döndürüblər. Amma çox qəşəngdir. Çox qəşəngdir. İndi odunlandır deyəsən bu. Odunu aradan qoyursan maraqlı gəlir bana. Aa, buradan böyründən. Arada odunlar salsan orada tokla diyor bu. Odunla deyirlər ki. Ha böyle toklandı. Burası sadece. Bu ne değil? Yüze göre ya lan. Gel bunu elde edebilirsin Sabunçu bazarından. Ha, burada da bir de bagimeler var. Görürsən? Bu ne her cürə qiymət bagimə var. 5 manata, 10 manata, 15 manata. 20 manata. Yəni vazlardan gedir söhbət. Ya qalxıb 30-a, 40-a, 50 kimi qalxır. Sonra güldanlar da həmçinin. Gəlib əldə edə bilərsiniz güldanları. Sonra belə Madonna var bax. Bunlar neçədir? Onlar 6'sı 20'ye, ne bileyim 15'e. Bu servisi de servisi deyirəm. Neçə?
əşikdir. O ədədlə satır bunları. Yavaş sen Gəl bunları əldə edə bilərsiniz. Bakma istiyorsan gel oraya koy. Ədədlə satır. Sonra bir də xalçalar da var. Ha? Yəni bu xalçaları da əldə edə bilərsiniz. Burada da var her şey. Vay ki şey tökmə qazan var orada. Tunç tökmə qazan. Samavarı da var orada. Tökmə qazanlar, onlar işlənmişdilər deyəsən. O belə. Cavabları da əldə edə bilərsiniz buradan. O belə güldan var. Bu böyle kazan var burada, aş kazanları. Bazar altı bazar işte. Altı bazar içeri əldə edə bilərsiniz. Yəni bu vəziyyətdə gördüyünüz bazar, yəni bu vəziyyət ancaq altı bazar olur. Gəlib altı bazar edə bilərsiniz. Bazarda bəzi yerlər ara günlər açıq olur, o heç. Amma bazarı içi bu vəziyyət olan ancaq altı bazar. Yəni bazarda xalçalar, qacaqlar, zadlar hamısı bunlar bir yerdədir. Gəlib əldə edə bilərsiniz. Bax xalçalar da var bazarda. Gəlib bu xalçaları da buradan əldə edə bilərsiniz. Hər cürə qiymət xalça var. 20-yə, 30-a, 40-a, 50-yə, 60-a, 70-ə, 80-ə, 90-a, 100-ə. Hər cürə qiymətə xalça var. Xalçanın uzunluğuna, böyüklüyünə, balacalığına baxır. Bazar altı bazar işdir. Yenə deyirəm, əziz izləyicilər, kanala abunə olun və videoları bəyənməyi unutmayın ki, bizlər də sizə üçün Sabunçu bazarında video çəkilişlər ilə paylaşaq. Baxarsınız, istədiyiniz əşyanı gəlib əldə edə bilərsiniz. Təzədir bax. Dəbəlli. Gəlməsə qaydaya görə. Bu Afrika qabı istəyirsiniz, bu Afrika burada. O belə aş qazanları var, qiymətləri üstünədir. 65-ə var. 2 dənəsi orada 65-ədir. Onlar 3 dənədir, yoxsa 2 dənədir? 2 dənə, bir necə. 2 dənə də 65-ədir, bir də necəvəkdir. O neçədir bəs necəvək olar? Necmi 65'də onlar 60'dır aşağıda. 60 hə. 23 manat. 20 manat. Dedim nə qapanağın 23. 20 manat. Ha burada var, gəlib ala bilərsiniz. Sanclar da var, aşqazanlar da var, yəni ləyənlər də var, belə aftafalar var, nə bilim qazanlar doludur, yəni tavalar zadlar, yəni boş qapaqlar da olur. Evdə itirmişsizsə, yəni ya qırmışsınızsa, ya atmışsınızsa, nə bilim yaddan çıxmışsa gəlib buradan əldə edə bilərsiniz bunların hamısını. Sabunçu bazarında olur. Sabunçu bazarında olur deyən yerdə, yəni elə satıcılar var, onlarda olmur, elə satıcılar var, onlarda olur. Bu mən çəkdiyim yerdə məsəl üçün qab qazanlar, qaşıqlar, zadlar, yəni nə istəyirsə, yəni burada aid olan iş var da, yəni saclar, zadlar var, gəlib əldə edə bilərsiniz. Burada ayda saclar var. Hər cürə qiymət atmış. 100 manatdan tutmuş, nə bilim 10 manata qədər, 15 manata qədər, 20 manata qədər, 30 manata qədər belə saclar var. Sonra maşın üçün danqıratlar var. Nə bilim velosiped üçün nasus, elə hava vuran nasus var. Nə bilim belə həyatda işləmək üçün belə kəsənlər var. Belə danqıratlar var sonra. Budaq kəsmək üçün qayçılar, zadlar, yağ aparatı var. Nə bilim dolu da, yəni ürəyin istədiyi var burada. Açarlar, zadlar var sonra. Nabur açarın yoxdur ha? Bir dənə də olur. Nabur açar bir dənə. Sonra belə piti qabları var, bir dənə samavarı var. O belə ki kıvatları, zadları var. Belə gillər, nə bilim gil var, ondan sonra qantel var. Gəlib əldə edə bilərsiniz. Dayda. Saclar neçə idi dedin? 55'e, Saclar 55'ə, 40'a, 30'a. Ən bahalısı hansıdır? ən bahalısı olardı. 80 manat, 100 manat. 80 manat, 100 manat. Görürsən dediyim kimi. Gəlib 50 əldə edə bilərsiniz. 50 manata da var ha çoxu. Yəni böyüyə 80 100 manat.
Bəs bunlar neçədir? Samovar 220 manat. 220 manat. Bax oradakı qabların bir dənə opşi qiymətində nə? O şirma var 40 manat var. O ağır. Ha, 40 qabağında. manat. 40, 35, 30, 20. Sonra nə mi? 25'e var, 20'ye var, 18'e var. Tavalar 40 manata da var, 20 manata da var. Obru kazanlar 25 manat. 5 manat. Evdə bütün itən əşyaları məsəl üçün itirmisinizsə, qab, qacaq, qapaqlar, zadları, yəni gəlib buradan tapa bilərsiniz. Yəni bunlarda olur qab, Böyle qacaq. teşler var. Gəlib əldə edə bilərsiniz. Salvizatır var. Allah bazarını versin da. Nömrəmi daim də nömrəsində 055, 055 343, 343 27, 27 98. 98 daimi nömrəsidir. Əlaqə 24 saat saxlayarsınız. açıq telefon. Günü 24 saat dayıya zəng edə bilərsiniz. Gecə 3, 4, 5, 6 demədən zəng eləyin. Yəni bunları müzakirə edə bilərsiniz dayıdan. Dayı zərafət edirəm. Gecə saat 3-də 4-də zəng eləmir. 11-də zadda olar, 12-də zadda olar. Gündüz olar, amma gecə narahat eləmir. Ağsaqqal adam bir qoy yatsın. Bazar olsun da.